İzləyicilərdən biri çox maraqlı sual verib ki, yaxşı həkimi pis həkimdən necə ayırd etmək olar? Və sualının ikinci hissəsi ondan ibarətdir ki, sosial şəbəkədə anası hər hansı bir həkimin çıxışına baxır və yaxud da işlərinə baxır, sonra onun qəbuluna düşmək istəyir. Hardan bilmək olar ki, həmin həkim yaxşı marketinqin məhsuludur, yoxsa həqiqətən də yaxşı həkimdir? Yaxşı həkim söz birləşməsindən həkim sözünü təhlil edir, ondan sonra keçərik onun yaxşı olub olmadığına. Hər hansı bir həkimə müraciət edirsinizsə, ilk növbədə onu bilməlisiniz ki, bu adam həqiqətən də həkimdir. Sual verə bilərsiniz ki, həkim olmayan insan necə stomatoloq işləyə bilər? Bəli, bu mümkündür. Hal-hazırda Azərbaycanda tibb təhsili olmayan insanlar, küllü miqdarda belə insanlar var ki, stomatoloq kimi fəaliyyət göstərirlər. Və hətta utanmaz Facebook səhifələrində də, Instagram səhifələrində də stomatoloq kimi öz fəaliyyətini reklam edirlər. Bununla biz neçə ildir kolleqalarımızla mübarizə aparmaq istəyirik, amma ki, hələ də bir nəticə əldə etməmişik. Yəqin ki, bu məsələnin həllində siz bizə kömək ola bilərsiniz. Yəni, hər hansı bir həkimə gedəndə sizdən xahişimiz ondan ibarətdir ki, onun diplomunu istəyəsiniz. Şəxsən özümdən danışım. 2000-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşam, 2005-ci ildə həmin universiteti bitirmişəm. Məsələnin ikinci tərəfinə qaldı, həkimin yaxşı olub olmamağına. Yaxşı sözün də özünü bir neçə yerə bölər. Birincisi, həkim ilk növbədə insandır, ikinci növbədə isə o həkimdir. Onun insanlıq kriteriyalarına baxmaq lazımdır. Yalançıdır, yoxsa yox, insaflıdır, yoxsa yox. İnsaf dedikdə həkimin işlədiyi qiyməti nəzərdə tutmuram. Çünki hal-hazırda kapitalizmdir və həkimin ixtiyarı var ki, istədiyi qiyməti desin. Bir daha təkrar istədiyi qiyməti desin. Qarşı tərəf razılaşacaqsa müalicə davam edəcək, razılaşmayacaqsa yollar ayrılacaq. İnsaf dedikdə göstəriş üzrə müalicə planının tərtib olunmasıdır və göstəriş üzrə müalicə planının icra edilməsindən gedir söhbət. İnsanlıq və təhsil filtrindən keçmiş həkimin yaxşı olub olmadığını nə cür bilmək olar? Artıq bu suala cavabı indi vermək olar. Deməli, ilk növbədə onu deyim ki, sizin bu sual çox çətin sualdır və bu suala cavab vermək üçün mən axtarış sisteminə müraciət elədim. Baxdım ki, ümumiyyətlə, ölkəmizdən kənarda bu sual veriləndə ona cavab necə olacaq? Və axtarış sisteminin mənə verdiyi cavabların 90% məni qane eləmədi, amma kolleqalar, şəxsən tanıdığım kolleqaların birinin intervyusu ilə tanış oldum. Deməli, həmin adamın adı Konstantin Ronkindir və onun cavabları ilə mənim cavablarım plus-minus üst-üstə düşür. Müəllifin yazdıqlarını oxuyub sizə tərcümə eləmək istəyirəm və öz şərhlərimi də bildirəcəm. Müəllif yazır ki, birinci növbədə həkim diaqnozu düzgün qoymalıdır. Bəli, buna razıyam, çünki diaqnoz düzgün qoyulduqda müalicə planı da düzgün gedəcək və müalicə planı düzgün olduqda ağırlaşma ehtimalı da azalacaq. İkinci bir məsələ, обращать внимание не только на зубы. Çox sevindirici haldır ki, artıq kolleqalarımın əksəriyyəti deməli, stomatologiya tək diş prizmasından baxmırlar, ümumi orqanizm prizmasından baxırlar. Mən də bununla da razıyam. Üçüncü punkt, лечит от храпа и головной боли. Deyir ki, stomatoloq həm xorultunu, həm də ki, baş ağrılarını müalicə etməlidir. Bu məsələ ilə bağlı bir balaca şişirdilmiş bir məsələdir. Çünki xorultu tək stomatoloji problemlərdən deyil, əsasən lor problemlərindən olur. Baş ağrı ilə bağlı isə bundan əvvəlki podkastlarıma baxsaz görəcəksiniz ki, bir neçə podkastda sırf baş ağrısına həsr eləmişəm və onunla bağlı isə doktor Ronkinlə tam razıyam. Не испортит здоровье установкой пломбы. Deyirək ki, bir dənə plombanın uстановkası, bir dənə plombanın qoyulması ilə ümumi orqanizmə ziyan verməyəcək. Bu ümumi sözdür. İmeyit хорошее образование. Bu da ümumi, yəni yaxşı təhsili var. Bu da ümumi sözdür. И получать его не только в России. Yəni tək Konstantin Ronkin öz Rusiyada yaşadığına görə yazır ki, təhsili tək Rusiyada yox, başqa yerlərdə də almalıdır. Bununla ümumiyyətlə heç razı deyiləm. Çünki Rusiyada və yaxud Azərbaycandan kənara getməyərək də yaxşı bir həkim olmaq olar. Amma sadəcə olaraq hər hansı bir beynəlxalq dili bilmək mənə elə gəlir vacibdir. Çünki baxmayaraq ki, universitetdə Azərbaycanda tədris olunur, ona uyğun deməli tədris vəsaitləri var, amma həkimlər üçün lazım olan deməli ədəbiyyatlar isə Azərbaycanda yox səviyyəsindədir. Onun üçün mütləq beynəlxalq dil bilmək lazımdır ki, dünya kitabxanasında bir qədər çıxış olsun. Sonra 7-ci punkt уже набрался опыта. Yəni
artıq səriştəsi var. Bununla da demək olar ki, razı deyiləm. Çünki adam var ki, 6 ay ərzində yaxşı özünə bir praktika yığır. Adam da var ki, bir 30 il, 40 il işləsin, yenə də qabında bir şey yoxdursa, sonra da bir şey olmayacaq. 8-ci punkt odur ki, tək pul haqqında düşünmür. Xəstəni də düşünür, bunu ilə də razıyam. 9-cu punkt odur ki, imeyit prava na ошибку. Yəni həkim səhv eləyə bilər, amma əsas məsələ odur ki, həkim səhv eləsə öz səhvinin məsuliyyətini daşısın, öz səhvinə görə əgər səhvi düzəldə bilirsə düzəltsin və öz səhvini də boynuna ala bilsin. Sualı verən şəxsi şəxsən tanıyıram və bilirəm ki, professional jurnalistdir. Ona görə də bu məsələni jurnalistimiz daha yaxşı başa düşəcək. Bir də ki, şəxsən mənim üçün həkimin yaxşı həkim olub olmamağı onun yazı qaydalarından bilinir. Bəzən kommentariyalarda stomatoloji qruppalar var. Kommentariyalarda görürük ki, əfsuslar olsun ki, əksər adamlar səhv-süf yazırlar. Mən də sözü ilə məndə sözünü fərqində deyirlər. Amma sözündə bir dənə mı yazırlar. Bu cür səhvlər çox adamı məyus edir ki, insan orta məktəb oxuyub, sonra keçib universitet oxuyub, universitetdə də orta məktəbin proqramında keçirdiyi yazılı qaydalarını təkrarlayıb, amma bununla bağlı, bununla yanaşı hələ də düzəlməyib. Düzəlməməyə səbəb odur ki, insan az mütaliə edir, az oxuyur və oxuduqca insan ən az yazı qaydaları görür ki, cəmaət, yəni redaktorların korreksiya elədiyi mətnlər nə formada yazılır, ən azı özündə o səhvləri düzəldər. Deməli, əgər insanın oxumaqla arası yoxdursa, sözsüz ki, ona etibar etmək biraz çətin məsələdir.